Salam, hər vaxtınız xeyir əziz müəllimələr. Yenə də mən Gülşən müəllimə, texnologiya müəlliməsi Gülşən müəllimə sizinlə bərabərəm. Müəllimələr, bugün sizə belə bir maraqlı bir məsələnin həllini izah eləyəcəm. Deməli, bu məsələdə oduncağın nəmliyi ilə bağlı bir məsələdir. Bir balaca çətin məsələdir. Xahiş edirəm, diqqətli olun. Deməli, deyir ki, 25% nəmişliyə malik olan cökə ağacının oduncağı qurudulmadan əvvəl 108 qram çəkiyə malik idisə, bu zaman nümunənin qurudulmadan sonraki çəkisini tap deyir. Deməli, müəllimələr, burada bir balaca fərqlidir. Bizə nəmişliyini verib, oduncağın deməli, nəmişliyini verib, bir də qurudulmadan əvvəlki çəkisini veribdir. Bəs biz indi tapmalıyıq ki, görək qurudulmadan sonraki çəkisi neçəyə bərabərdir. Deməli, əziz müəllimələr, bizim yenə istifadə eləyəcəyimiz düstur, həmin bax bu düsturdur ki, W bərabərdir M çıxılsın M1, bölünsün M1, vurulsun 100. Biz axı demişdik ki, nəmişliyi tapmaq üçün qurudulmadan əvvəlki çəkidən qurudulmadan sonraki çəkini çıxırıq. Sonra buxarlananı bölürük qurudulana və 100%-ə vururuq. Eyni düsturu burada da tətbiq edəcəyik. Deməli, müəllimələr, burada W bizim nəmişliyimizi göstərir. Nəmişliyimiz 25%-dir bildik ki. Daha sonra qurudulmadan əvvəlki çəkimiz, yəni M 108-dir. Qurudulmadan sonraki çəkimiz isə M1-dir. M1-i biz hələ bilmirik. M1 bizim üçün sual işarəsidir hələ ki. İndi müəllimələr, həmin düsturu yerinə qoyuruq. Dedik ki, W-nu bizdə 25 əvəz eləyir. 25 bərabərdir. M-imiz bizim nə idi? 108 çıxılsın M1 yəni bizim qurudulmadan sonraki çəkimizdir ki, bilinmir. O da bölünsün yenə M1-ə, vurulsun 100-ə. Deməli, tənliyimizi qoyduq, yerinə hazırladıq. 25 bərabərdir, 108 çıxılsın M1, bölünsün M1, vurulsun 100. İndi gəlin bu tənliyi həll eləyək. Müəllimələr, deməli, nə edirik? Burada elə 25 ilə 100-ü ixtisar eləyirik. Bilirsiniz ki, riyaziyyatda ixtisar ən rahat yoldur. İxtisar eləyəndə 100-də qaldı 4. 100-ün içində 4 dənə 25 var. Buradan isə 25-i sildik, ixtisara getdi. İndi nə edirik? M1 bərabərdir. Tənliyimizin artıq bir hissəsi demək olar hazırdır. M1 bərabərdir. Mötərizə açırıq. 108 çıxılsın M1-i mötərizədə yazırıq. 108 çıxılsın M1. Mötərizəni bağlayırıq. Vururuq 4-ə. Çünki 100-ü burada ixtisar eləmişik. 4 qalıb, bax ona görə 4-ə vurduq. Deməli, artıq aldıq ki, M1 bərabərdir. Mötərizədə 108 çıxılsın M1. Mötərizəni bağlıdır, vurulsun 4-ə. İndi gəlin bunu həll eləyək. Bilirsiniz ki, mötərizənin için həll eləmək üçün mötərizədən çöldə olan 4-ü bir-bir vurmalıyıq hamısına. M1 bərabərdir. 4-ü 108-ə vururuq. Alırıq 432. 432. 432 çıxma işarəsi olduğu kimi qalır. 4-ü M1-ə vururuq. Alırıq 4M1. Deməli, 432 çıxılsın 4M1 aldıq. Müəllimələr, burada nə edirik? Artıq burada da M1 var. Burada da M1 var. Bunları birləşdirməliyik. 4M1 üstünə də 1M1 gələndə eləyir 5M1. 5M1 bərabərdir 432-yə. 5M1 432-yə bərabər olandan sonra da M1 də bərabərdir. 432-ni 5-ə bölürük. Alırıq 86,4. 86,4. Başa düşdükmü müəllimələr məsələni? Ümid edirəm ki, hər kəsə aydın oldu. Deməli, W bərabərdir, M çıxılsın, M1 bölü M1 vurulsun 100% düsturundan istifadə elədik. W bizdə deməli nəmişliyi idi, oduncağın nəmişliyi idi. Biz də bilirdik ki, nəmişliyimiz 25-dir. 25%, yəni 25% bərabərdir. Qurudulmadan əvvəlki çəkimiz 108 olduğuna görə M-in yerinə 108-i yazdıq. Çıxılsın, sonraki çəkimizi bilmədiyimizə görə M1-lər olduğu kimi qaldı. Vurulsun 100%. Burada da 25 ilə 100%-i ixtisar elədik. 25-ə ixtisar eləyəndə 4 qaldı.
M1 bərabərdir. Artıq tənliyimiz bu halda olduğuna görə bu M1 gəlir çıxır tənliyin qarşısına. Məxrəcdəki M1. M1 bərabərdir. Surətdəki mötərizəyə gəlir. 108 çıxılsın M1. Mötərizəni bağlayıb vururuq 4-ə. Çünki 100-ü ixtisar eləmişdik, 4 qalmışdı. M1 də bərabərdir. Burada mötərizəni açmaq üçün mötərizənin çölündəkini, içindəkinə bir-bir vururuq. 4-ü 108-ə vurduq, 432. Çıxılsın, 4-ü M1-ə vurduq, 4M1. Burada 4M1, burada da bir dənə M1 olduğuna görə bunları birləşdiririk, 5M1 eləyirik. 5M1 bərabərdir, 432. Bunu da alandan sonra M1-i tapmaq üçün M1 də bərabər 432-ni də 5-ə böldük, 86,4 aldıq.